Dostlar, müğənni Kəmalə Günəşlinin bağ evi. Bir gün verişində bu Kəmalə Günəşlinin avtomobili. Bu 300 minlik bağ evi. Deyir ki, bu baseynədə 30 min pulum çıxıb. Bu da yeni tikdirdiyi bağ evi. Özü də evdədir. Düzdür deyir, hələ çox şey hazır deyil evdə, mebellər falan, amma ay ev yiyəsi, xeyirli uğurlu olsun. Təşəkkür edirəm. Gəl ayaqqabına heç də olmaz. Ayaqqabına gəl. Gəlin gətirəsən o gün olsun ki. Təşəkkür edirəm. Minnətdaram. Çox sağ ol. Elizə xeyir. Otaqları da göstərək. Hələ birində mebel var. Evimiz hazır deyil ha, elə hələ hazır deyil. Bu burası, bu burası, bu mətbəxi. Mətbəxi. İndi qalxırıq Kəmalə Günəşlinin evinin ikinci mərtəbəsinə. Bu ikinci mərtəbə. Bu ayaq yoludur. Ayaq yolu. Bu Kəmalə Günəşlinin işığı necə yandırırlar bunu? Yandıra bilmədim işığı. Hə, bura qardirob otağıdır. Belə deyir. Bura bir dənə belə yataq otağıdır. Burada qardirob otağıdır. Bura yataq otağıdır. Bura isə belə bir yerdir. Can sağlığı ilə yaşayıb bu evin içində inşallah. İnşallah bu evin içində sağ-salamat yaşayasan, xeyirli günlərdə inşallah. İnşallah. Təşəkkür edirəm. Çağıracağım hamınızı qonaq. Xeyir tam hazır olsun. Qəşəng qonaq olsun. İnşallah. İnşallah. Bu da mən.